1995-ci ilin sentyabrında Gəncədə dəhşətli bir hadisə baş verir. Nahidə və 2 azyaşlı qızı günlərin biri yoxa çıxır. Qonşu qadınlar bir neçə gün sonra hiss edirlər ki, Nahidə və övladları yoxdur. Əvvəlcə dedikodu yayılır, onun Bərdəyə atasının evinə getdiyi düşünülür. Daha sonra onun qaldığı evdən aşağı mərtəbədəki şəxsin evinə su damır. Daha sonra su kəsilir. Məhəllədə söz-söhbətlər vahiməli pıçıltılara çevrilir. Artıq blokdan kəskin qoxu gəlməyə başlayanda qonşular dözməyib Kəpəz rayonu polis idarəsinə bu barədə məlumat verir. Hüquq mühafizə orqanlarının əməkdaşları qapını qırıb içəri daxil olanda içəridəki vəziyyət hamını dəhşətə gətirir. Bura TV 11, adım Sərdar Amindir. Başlayaq. Nahidənin ailə sarıdan əvvəlcədən bəxti gətirməmişdi. 2 dəfə evlənmiş, boşanmışdı və hər iki yoldaşından bir qızı var idi. Bəlkə də ayrılıqlarda Nahidənin də rolu olub. Çünki o ikinci dəfə boşandıqdan sonra artıq arzu olunmaz yola düşmüşdü. Qaldığı evə yad kişilər gəlir, bir sözlə Nahidə əxlaqsız həyat tərzi yaşayırdı. Lakin bu tərzi ilə qonşularını çox da narahat edəcəyi səs-küy, davadalaş yaratmırmış. İnsanları ondan xüsusi şikayət eləməsinə şərait yaratmazmış. Atasının evində uzağı bir gün qalan Nahidənin indi uşaqları qarışıq günlərlə yoxa çıxması təbii ki, hər kəsi düşündürürdü. Azyaşlı qızları Nuranə, Xatirə də məhəlləyə çıxmır, uşaqlarla oynamırdı. Bir müddət sonra artıq Nahidənin rəfiqələri də gəlib qapını döyür, onu qonşulardan soruşub və müsbət cavab almadan çıxıb gedirdilər. Ən qəribəsi də bu idi ki, qapı qonşuları onların son dəfə evdən çıxdıqlarını eşitməmişdi. Qonşu deyirdi ki, onların qapısı səhərlər açılanda, uşaqlarla otaqdan çıxanda mütləq onların xəbəri olurdu. Qonşular israrla deyirdilər ki, Nahidəgil içəridədir, çox güman ki, başlarına iş gəlib. Qonşuların dəqiq detallı məlumat verə bilməməsinin səbəblərindən biri də bu idi ki, bu evə adam çox gəlirdi. Ora gəlib gedən şəxslərin kimliyi barədə heç kəs düşünmürdü, tanımağa çalışmırdı. Çünki onların bu evə niyə gəlib getdiyi artıq çox adama bəlli idi. Bu üzdən kimsə kimi isə tanımağa, yadında saxlamağa xüsusi cəhd göstərməmişdi. Bu üzdən də məsələ belə gərginləşəndə heç kəs konkret danışa bilmirdi. Nahidəgilin qaldığı evdən bir mərtəbə aşağıda, onların evinin altında qalan qonşu isə bəlkə də gələcəkdə hüquq mühafizə orqanlarına lazım olacaq bir informasiyaya malik idi. Həmin qonşu deyirdi ki, Nahidəgilin gözə dəymədiyi ikinci gün onların evindən aşağı su dammağa başlayıb. Qapı bağlı olduğundan onlar nə edəcəklərini bilməyiblər. Bu zaman evin oğlan uşağı pəncərədən aşağıdakılara, qonşulara deyib ki, Nahidəgilin evindən evimizə su damır. Bunu dedikdən sonra bir neçə dəqiqə sonra həmin oğlan uşağı evdən həyətə düşür. Bu zaman 30 yaşlarında bir kişi tələsik pilləkəndən yuxarı qalxır. Oğlan uşağı isə həmin kişinin hansı evə girdiyini görmür. Lakin köməyə adam axtarıb küçədə bir müddət dolaşdıqdan sonra həmin şəxsin blokdan çıxaraq binadan uzaqlaşdığını görür. Daha sonra isə uşağı anası çağırır ki, gəl, daha su kəsilib, dammır. Bundan sonra suyun damması da dayanır. Amma Nahidəgil yenə də gözə dəymir ki, dəymir. Günlər keçdikcə bəzi qonşular polisə müraciət eləmək təklifi irəli sürsə də, heç kəs bu qəribə ailə barədə polisə ərizə yazmaq istəmir. Bir növ düşünürlər ki, birdən harasa getmiş olarlar, qayıdıb sonra şikayət yazan qonşu ilə dalaşarlar və həmin gün yaxınlaşır. Artıq blokdan kəskin qoxu gəlməyə başlayır. Qonşulardan bəziləri siçovul ölüsü, pişik ölüsü ehtimalını ortaya atsa da, artan qoxu başqa təhlükədən xəbər verir. Artıq vəziyyət o yerə çatır ki, qoxu blokda yaşayan şəxslərin evlərinə belə qapıdan girməyə başlayır. Belə olduqda bir neçə blok sakini üz tutur Kəpəz rayonu polis idarəsinə. Təfsilatı ilə məlumat alan hüquq mühafizə orqanları hadisə yerinə gəlir. Artıq bütün məhəlləni bürüyən cəsəd qoxusu hüquq mühafizə orqanlarının əməkdaşlarını konkret addım atmağa vadar edir. Onlar kilidli qapını qıraraq Nahidəgilin evinə girməli olurlar. Otağa girəndə isə hər kəs dəhşətə gəlir. Evdə
ağla sığmaz bir cinayət törədilmişdi. Masanın üstündə son qonaqlıqdan qalmış şərab, araq şüşələri, qədəhlər, siqaret dolu külqabı, artıq çürümüş yeməklər, otağın ortasında isə xüsusi amansızlıqla öldürülmüş və arxası üstə döşəməyə sərilmiş Nahidə. Nahidənin boğazında barmaq izləri də var idi. Onu boğub öldürmüşdülər, amma bu sadəcə boğmaq deyildi. Onun boğazında ayaqqabı dabanının izi var idi. Kimsə sonda ayağını onun boğazına basaraq həyatdan məhrum eləmişdi. Bədəninin də demək olar ki, hər yeri qançır idi. O həm də vəhşicəsinə döyülmüşdü. Yəni boğulmadan əvvəl vəhşicəsinə təzyiqə məruz qalmışdı. İş bununla da bitmirdi. Əməliyyatçılar digər otağa keçəndə buradakı mənzərə hər gün cinayətlə qarşılaşmaqdan soyuqqanlı olmağa məcburiyyət qazanmış əməliyyatçıları da dəhşətə gətirir. Kimi ağlayır, kimi üzünü tutur, kimi isə hönkürərək çölə çıxır. Otaqda 2 qız uşağı, 13 yaşlı Nuranə və 11 yaşlı Xatirə də anası kimi qətlə yetirilmişdi. İşi, həyat tərzi bəlli olan Nahidəni kim belə qəddarlıqla öldürə bilərdi? Nahidə özündən və uşaqlarından başqa kimə pislik eləyə bilərdi? Axı gələn şəxslər də, son qonaqlar da onunla bu evdə yeyib içmişdi. Sonra nələr baş vermişdi ki, Nahidənin evində belə qətliam törədilmişdi? Tutaq ki, Nahidəni öldürməyə qonaqlar səbəb tapmışdı. Bəs uşaqlar? Hələ yetkinlik yaşına çatmayan bu uşaqlar hansı səbəbdən öldürülə bilərdi? Prokurorluq qarşısında çox ağır suallar dururdu. Kim, kimlər, nə zaman, niyə? İlkin qənaətlər formalaşmağa başlayır. Nahidənin paltarındakı izlərdən onun kiminləsə yaxud kimlərləsə əlaqədə olduğu bilinir. Ekspertizanın rəyləri açıqlandıqca daha dəhşətli faktlar ortaya çıxır. Bəlli olur ki, uşaqlar da ölmədən əvvəl şərab içib. Ya içiblər, ya da məcbur içizdiriliblər. Nəticə bu idi ki, onların da artıq damarlarında donmuş qanlarında spirt aşkarlanmışdı. Hüquqşünasların ilkin ehtimalı bu idi ki, evdəki qonaq yaxud qonaqlar əvvəlcə mənzildə yeyib içmək məclisi qurmuş, əvvəl qızları sərxoş eləmiş, onları yatırmış, sonra isə anaları ilə əlaqədə olmuş, sonda üçünü də öldürmüşdülər. Amma əsas sualın cavabı hələ də açıq qalırdı. Axı, niyə? Bu qəddar ağır nəticələrin içində ürək üzməyən yeganə fakt bu idi ki, qətildən əvvəl azyaşlılara cinsi təcavüz edilməmişdi. Fakt üzrə Gəncə rayon prokurorluğunda cinayət işi qaldırılır. Hadisə ilə bağlı Respublika prokurorluğuna elə həmin gecə məlumat verilir. İstintaq əməliyyat qrupu yaradılır. Gəncə rayon prokurorluğunun müstəntiqi Səlim Orucov və şəhərin polis rəisi eyni zamanda komandaları ilə birlikdə işə başlayırlar. Günü sabah Respublika prokurorluğu aldığı məlumata konkret münasibətini rəsmi məktubla bildirir. Bu cinayət işinin istintaqı xüsusi nəzarətə götürülüb. İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin edib, cinayəti törətmiş şəxslərin müəyyən olunması üçün bütün vasitələrdən istifadə etməyiniz və istintaqın gedişi barədə vaxtaşırı Respublika prokurorluğuna məlumat verməyiniz xahiş olunur. Bu rəsmi məktubda qeyd olunmuşdur. Gecədən səhərə qədər evdə, otaqlarda iş gedir. Qətl məkanı təhlil, müayinə edilir. Diqqətli istintaqçılar müayinə zamanı bir neçə vacib fakt ortaya çıxarırlar. Otaqdakı qədəhlərdə, yemək qablarında ev sakinlərindən başqa yalnız 2 nəfərin barmaq izləri var. Təbii ki, bunu ekspertiza deyirdi. Lakin ən maraqlı fakt budur ki, külqabıdakı siqaretlərin çoxunu başqa 3-cü şəxs çəkmişdi və həmin 3-cü şəxsin əl izləri yemək masasında demək olar ki, heç nəyə toxunmamışdı. Yəni, burada ev sakinlərindən başqa 3 nəfər olub, ikisi yeyib içib, biri isə yemək içmə prosesində olmayıb, otaqlardan heç nə oğurlanmayıb, ev axtarılmayıb. Bu o deməkdir ki, qətlin tamah məqsədi ilə törədilməsi istisnadır. Ekspertiza digər sualların cavabları üzərində işləyərkən, istintaqçılar da qonşuları, qohumları dindirməyə davam edir. Təbii ki, bu izahatlar içində vallah bala nə bilim ifadələri ilə başlayan neytral söz-söhbətlərlə yanaşı, istintaqçıların işinə yarayan izahatlar da olurdu.
İstintaq boyu qərara gəlinmişdi ki, cinayətkar yaxud cinayətkarlar Gəncə şəhərindədirlər. Artıq ətraf ərazilərdə əhali narahat olmağa başlamışdı ki, şəhərdə manyak var. Yoxsa bir işi peşəsi bəlli olan qadını və 2 günahsız körpəni kim, niyə öldürsün? İstintaq müstəvisində bir daha aydın olur ki, Nahidə ikinci dəfə boşandıqdan sonra yüngül həyat tərzi keçirilmiş. Öldürülməzdən əvvəl sərxoş olub, zorla yox, təbii yolla kiminləsə əlaqədə olub. Süfrədəki badələrdə Nahidənin qızlarının və daha 2 nəfərin barmaq izləri var. Az əvvəl qeyd etdiyimiz kimi, siqaret kötüklərindəki barmaq izləri isə 3-cü şəxsə məxsusdur. İstintaqçılar 3-cü şəxsin prosesdə iştirakını müəyyən etməyə çalışırdılar. Hiss edirdilər ki, 3-cü şəxs, yəni siqaret çəkib yemək yeməyən şəxs qətlin açarı ola bilər. İndi isə qayıdaq su məsələsinə. Az əvvəl qeyd etdiyimiz kimi, hadisənin baş verdiyi günün ertəsi Nahidənin mənzilindən aşağı mərtəbədəki mənzilə su damır və həmin mənzildə yaşayan uşaq blokda tanımadığı bir nəfərlə rastlaşır. Az sonra suyun damması kəsilir. Maraqlıdır ki, əməliyyat qrupu Nahidənin mənzilində bütün kranların bağlı olduğunu müəyyənləşdirmişdi. Çox güman ki, kranın axarına yemək qırıntıları dolduğundan vanna su ilə dolub mətbəxə su daşmışdı. Daha sonra isə su aşağı sızmışdı. Bəs sonra kranı kim, nə vaxt, niyə bağlamışdı? Krandakı barmaq izləri götürülür və otaqdakı digər əşyalardakı barmaq izləri ilə tutuşdurulur. Həmin şəxsin barmaq izləri yalnız siqaret kötüklərində və mərhumların bədənlərində aşkarlanır. Böyük ehtimalla həmin adam qonşu uşağın şikayətini eşidib mənzilə girərək kranı bağlayıb və çox güman ki, evdə eş-işrət məclisinin iştirakçısı olmayıb. Olsaydı, onun da əli qədəhə, yeməyə, qaşığa, içki şüşəsinə dəyərdi. Çox güman ki, həmin şəxs bu evə sonradan gəlibsə onun üzünə evin qapısı rahatlıqla açılıbsa, demək o ailəyə tanış adamdır və bu qətli də tanış adam törədib. Diqqətli müstəntiq artıq kələfin ucunu tapmışdı. Burada qisas intiqam qoxusu var. Nahidədən kim, niyə qisas ala bilər? Yalnız bu həyat tərzinə görə hansısa əzizi, yaxını. İstintaq qrupunun bir hissəsi Bərdə şəhərinin Koroğlu küçəsinə yollanır. Nahidənin ailəsi məcburi köçkünlükdən sonra bu küçədəki evdə yaşayırdılar. Ancaq Gəncədə də tədbir görülməli idi. Müstəntiqin şübhələndiyi adamı Gəncədə görmüşdülər. Cinayətkarlar və canavarlar qan tökdükləri yerdən çox uzağa gedə bilmirlər. Hara getsələr də yenidən ora qayıtmaq istəyirlər. Həm də suyu bağlayan həmin şəxs. Demək, o elə buradadır və prosesin gedişatını izləyir. Qətldən sonra görür ki, işlər hansı tərəfə gedir. Səhər saatlarında diqqət çəkməyən 2 mülki avtomobil Kəpəz rayon polis idarəsinin həyətindən çıxır. Müəyyənləşdirilən yer heç kimdə şübhə oyatmayan şəkildə nəzarətə alınır. Bu yer Nahidənin, qardaşının qaldığı güman edilən yer idi. Ancaq yenə də bir neçə gün gözləmək lazım gəlir. Nəhayət, əməliyyatçılar çəkdikləri əziyyətin bəhrəsini görür. Ələ keçirilmiş şəxsin dilindən bircə kəlmə çıxır. Kaş biraz da ləngiyərdiniz. Hər şeyi planlamışdım. Bir neçə saatda gec tapsaydınız, qaçacaqdım. Dəhşətli cinayət bu kəlmələrlə etiraf olunur. Bacımın pozğun əməllərindən çoxdan şübhələnmişdim, amma tuta bilmirdim. Nəhayət, bir gün əlimə fürsət düşdü. Qabaqcadan xəbərdar etmişdim ki, Bərdəyə gedirəm, evə, yəni bacımın evinə gəlməyəcəm. Sonra evi pusmağa başladım və sonda 2 kişi ilə onu bir otaqda tutdum. Əvvəlcə kişiləri öldürəcəkdim, ancaq içəri girəndə özümü itirdim, qaça bildilər. Ancaq bütün bunların səbəbkarı olan Nahidənin boğazına ayağımı basıb öldürdüm. Təbii ki, müstəntiq də indi hamınızın nifrətlə cavabını gözlədiyiniz o sualı qatil qardaşa ünvanlayır. Bəs uşaqların nə günahı var idi? Cavab: özüm də bilmirəm. Ağlıma elə gəldi ki, anası öldü, mən də həbs olunsam, onlar da bir müddət sonra Nahidə kimi həyat tərzi sürəcəklər. Ancaq onların naləsi ömrüm boyu qulaqlarında qalacaq. Özümü bağışlaya bilməyəcəm. Salamat qalın.